Sən yaxın otur dinlə, əziz valideynlər. Təbrik edirəm, övladlarınız son zəngi ilə 11-ci sinifi bitirdilər və hər birinə uğurlar arzu edirəm. Gələcək həyatlarında istər ali məktəbə qəbul olsunlar, istər kolleclərə və yaxud digər. Əlavən başqadır. Hər zaman biz günahı müəllimlərdə gördük. Valideyn olaraq övladımızda bir günah, bir səhv axtarmadıq və görmədik. Hər zaman müəllim aşağılandı, müəllimin nə yuxarıda yer oldu, nə aşağıda yer oldu. Müəllim həmişə günahkar oldu, işdən çıxarılan müəllim oldu, vəzifəsindən gedən müəllimə oldu. Şagirdlərdə heç bir günah olmadı. Bir valideyn olaraq mən övlad məktəbə yola salanda mən baxmalıyam bu övladın tərbiyəsinə, bu övladın vidinə, fasonuna. Mən nə cür övlad məktəbə yola salım? Baxın, övladlarınız dəfələrlə deyilsə də, baxın, məktəblərdə saç nə vəziyyətdə, oğlanlarda, meşəd elədir. Saç, saqqal, dəfələrcə deyilsə də, valideyn öz uşağı ilə bacarmır, amma müəllimdən onun tərbiyəsini tələb edir, ona sussun, heç də deməyin. Xidmətdə komandirinə deyir, biz bacarmadıq, siz bacarın. Dırnaqlar nə vəziyyətdə, qızlar, geyim, keçim, bunlar məktəbə gəliblər, gəlməyiblər, bilinmir. Yenə də danlanan, töhmət alan müəllim olur. Şagirdə hər şey olar. Müəllim bunun həm tərbiyəsindən məşğul olmalıdır, həm təhsili ilə. Ümumiyyətlə, təhsil müəssisəsi tərbiyə vermir, bunu hər kəs bilir. Övladını evdən çıxardıb yola salan ata və ana, sən qızına və oğluna baxırsanmı?